Salam əziz izləyicilər. Hazırsınız mənimlə birlikdə öz qolbağınızı hazırlamağa? Elə isə başlayaq. Bizə lazım olacaq xırda qızılı, uzunsov və kristal muncuqlar, qolbaq üçün bağlayıcı və 2 ədəd halqa, muncuq düzümü üçün isə leska. 2 ədəd xırda qızılı muncuğu götürüb leskadan keçirdiririk. Sağ tərəfdə bir uzunsov, sol tərəfdə 2 qızılı, bir uzunsov muncuğu götürüb 2 qızılı muncuğa birləşdiririk. Bir kristal muncuğu götürüb, leskaları muncuğun içindən bir-birinin əksinə keçirdirib, aşağı hissəyə endiririk. Əlavə, bir kristal muncuğu da götürüb, kristal muncuğa əlavə edirik. Kristal muncuqları muncuqların ortasına endiririk. Sağ tərəfdən leskanı götürüb, aşağı hissədən yuxarıya doğru uzunsov muncuğun içindən keçirdiririk. Eyni qaydada sol tərəfdən də leskanı muncuğun içindən keçirdiririk. Sağ tərəfdən 2 qızılı muncuğu götürüb və sol tərəfdən 2 qızılı muncuğu da götürüb, leskaları 2 qızıl muncuğun içindən bir-birinin əksinə keçirdirib, muncuqlara doğru tərəf endiririk. İndi isə leskanı götürüb, dairəvi şəkildə bütün muncuqların içindən leskamızı keçirdiririk. Beləliklə, bizim qolbağımızın birinci hissəsi hazırdır. Keçirik qolbağımızın ikinci hissəsinə. Eyni qaydada necə qolbağımızı birinci hissədə muncuqlarla toxumuşduq, ikinci hissəsi də eyni olacaq. Leskamızı kristal muncuğun içinə bir-birinin əksinə keçirdirib, muncuqların ortasına endiririk. İki tərəfdən leskamızı aşağı hissədən yuxarıya doğru leskamızı uzunsov muncuğun içindən keçirdiririk. Sağ tərəfdən 2 qızılı muncuq əlavə edirik. Sol tərəfdən isə muncuqların içindən leskamızı bir-birinin əksinə keçirdiririk. Leskamızı bütün muncuqların içindən dairəvi şəkildə keçirdiririk. Belə qaydada qolbağımıza davam edirik. Qolbağımızın bütün hissələri hazırdır. Leskamızı götürüb muncuqların içindən keçirdiririk. İki leskamızı əlimizə götürüb 2 düyün vururuq. Düyün vururuq ki, bizim muncuqlarımız leskadan açılmasın.
Leskalarımızı sağ və sol tərəfdən muncuqların içindən keçirdiririk. Hər iki tərəfdən artıq leskalarımızı qayçı ilə kəsirik. Bizim qolbağımız tam şəkildə hazırdır. Keçirib bağlayıcı hissəsinə. Halqa ilə bağlayıcını qolbağa birləşdiririk. O birisi hissədə də halqanı qolbağa birləşdiririk. Beləliklə bizim qolbağımız hazırdır. Video izlədiyiniz üçün təşəkkür edirəm. Əgər qolbağı bəyəndinizsə, like edib, şərh yazıb, kanala abunə olmağı unutmayın. Hələlik.